Azərbaycan mətbəxində çay süfrələrinin tacı olan, görünüşü ilə göz oxşayan, kəhraba kimi parıldayan, qış aylarında səhər yeməklərimizin əvəzsiz neməti olan incir mürəbbəsi hazırlayırıq. Bilirəm ki, çox vaxt incir mürəbbəsi bişirərkən əzilməsindən, qaralmasından, suyunun duru olmasından çox gilələnirsiniz. Bu video tam sizin üçündür. Ekrana yaxın əyləş. İlk öncə mürəbbənin üçün yaxşı əncirlər seçirik. Seçdiyimiz əncirləri yuyub süzgəcdən keçirdirik. Daha sonra deşiklər açırıq çəngəllə. Bu deşiklər sayəsində şirə bütünlüklə əncirin içərisinə doğru nüfuz edəcək. Enli bir teşdə əncir, şəkər tozu və əncir bir sıra düzürük. Qətiyyən 2 sıranı üst-üstə düzüb əncirləri əzməyin. Burada tamına 7 kilo əncir var, 5 kilo şəkər tozundan istifadə etdim. Belə 4-5 saat müddətində gözləyirəm ki, şəkərlə mürəbbə bir-birinə hopsun və mürəbbəmiz öz suyunu tamamilə buraxsın. Baxın, görürsünüz, mürəbbəmiz öz suyunu tamamilə buraxıbdır. Gələk ən çox soruşulan məsələyə, yəni şəkər və su nisbətinə. Biz bugün bu mürəbbəyə ocağın üzərinə qoyanda sadəcə 1 stəkan yarım sudan istifadə etdim. Çox su əlavə etməyə qətiyyən ehtiyac yoxdur. Çünki əncir özü çox şirəli meyvədir. Öz təbii suyunu buraxacaq. İndi işin ən məsuliyyətli püf nöqtəsinə çatdıq. Mürəbbəni ocağa qoyduqdan sonra əncirlər öz şirəsini salıb qaynamağa başlayana qədər ocağın altını tam zəif odda saxlayırıq. Daha sonra qaynamağa başladıqdan sonra ocağın altını tam açırıq ki, məhz bu andan etibarən ocağı açmaq ona görə faydalıdır ki, gür odda bişən əncir mürəbbəsi əsla qaralmır, rəngi şəffaf qızılı qalır və meyvələr formasını itirmir və zədələnmir. Və artıq bizim mürəbbəmiz hazırdır. Hazır olduğunu nəlbəkiyə cız çəkərək göstərdim. Əgər cız qalırsa, deməli mürəbbə hazırdır. Və budur, qoxusu bütün evi bürüyən, kəhraba dənələrini xatırladan, damaq çatladan əncir mürəbbəmiz tam hazırdır. Dənələrinin bütövlüyünə, şərbətin o qızılı şəffaf rənginə bir baxın. Qış günlərində pürrəngi çayın yanında kərə yağı və əncir mürəbbəsi, başqa sözə ehtiyac yoxdur. Həqiqətən də çox böyük bir zövqdür. Resepti bəyəndinizsə, videonu bəyənməyi, rəylərinizi yazmağı və kanala abunə olmağı unutmayın. Hələlik.